Hamınızı salamlayıram. Bugünkü video izahımız Qaraqoyunlu dövləti ilə bağlı olacaq. Qaraqoyunlu dövləti 1410-1468-ci ildə mövcud olmuşdu. Qaraqoyunların əsasını Baharlı sülalələri qoymuşdu. Qaraqoyunlara daxil olan tayfalar var idi ki, burada biz Ağacərlərin adını çəkəcəyik ki, 5-ci əsrdə Azərbaycanda məskunlaşmışdılar. Monqolların yürüyüşü ərəfəsində xalqalı idarə edirdilər. Türkmənlər 7-ci əsrdə Azərbaycanda məskunlaşmışdılar. Sədlər isə Sudaxçıvanda və Sürməlidə ərazisində yaşayırdılar. Biz burada Oğuzların yenidən yüksəlişini görəcəyik. Bilirik ki, Böyük Səlcuq imperiyası parçalanandan sonra Oğuzlar öz mərkəzlərini itirdilər və daha sonra Monqolların yürüşündən Teymurilərin müsəlman aləmini birləşdirmək siyasətinin iflasa uğramasından sonra Oğuzların biz yenidən yüksəlişini görəcəyik. Bayram Xoca bəyliyin əsasını qoyub, mərkəzi Van şəhəri idi və Şeyx Üveysin sarayında xidmət edən bir əmir idi. Qara Məhəmməd isə mərkəzi Van olan feodal hakimliyinin əsasını qoyur. Teymurilərlə mübarizə aparması onun Azərbaycanda belə deyək də hakimiyyətini daha da genişləndirməsinə imkan vermir. Cəlalı Sultan Əhmədlə də qohumluq əlaqələri var idi. Daha sonra Qara Yusifdən danışacağıq ki, Qara Yusifin rəqibləri Teymurilər, Ağqoyunlular və Cəlalilər idi ki, Qara Yusif Ağqoyunlulara müttəfiq olmaq təklifi irəli sürür, Teymurlara qarşı mübarizə aparmaq üçün, amma Ağqoyunlular onu qəbul etmir və Teymurilərlə yaxınlaşırlar. Cəlalilərə isə müttəfiqlik təklifini qəbul edirlər Cəlalilər və Teymurilərlə mübarizəyə başlayırlar. Osmanlı Sultanı 2. Bayezidlə də Qara Yusif dost münasibətində idi. 1394-cü ildə Bağdad döyüşündə Teymurilər Cəlali Sultan Əhmədi və Qara Yusifi məğlub edir. Bundan sonra Cəlali Sultan Əhməd və Qara Yusif 2. Bayezidə sığınırlar və buradan da Misrə gedirlər. Teymurun əmri ilə Misir hökmdarı onları həbs edir. Ta ki 1405-ci ilə kimi Teymurun ölümünə kimi. 1405-ci ildə onlar azadlığa çıxırlar və 1406-cı ildə Araz döyüşündə Teymuri Əbubəkiri Qara Yusif məğlub edir. 1408-ci ildə Sədrud döyüşündə isə Teymuri Miranşahı Qaraqoyunlu Qara Yusif məğlub edir və bununla da Teymurilər Cənubi Azərbaycandan tamamilə qovulurlar. 1410-cu ildə Əsəd döyüşündə artıq Qara Yusiflə Sultan Əhməd arasında münasibətlər pisləşir. Səbəbi də Qara Yusifin artıq nüfusunun artması idi. Buna görə də 1410-cu ildə Əsəd döyüşü baş verir onlar arasında və bu zaman Sultan Əhmədə Şirvanşah 1-ci İbrahim də köməklik göstərmişdi, öz oğluna göndərmişdi ona köməyə və Qara Yusif Sultan Əhmədi məğlub edir və Qaraqoyunlu dövlətinin əsasını qoyur. O, bütün idarə etməni, hakimiyyəti öz əlinə alsa da, taxta oğlu bir budağı sultan kimi çıxardır. Paytaxtı Təbriz şəhəri idi, çoxlu soyurqal paylamışdı. 1412-ci ildə isə Kür döyüşü baş verir ki, Şirvanşahlarla Şirvanşah 1-ci İbrahim məğlub edir Qara Yusif. Səbəbi də o idi ki, Şirvanşah Əsəd döyüşündə Sultan Əhmədə köməklik göstərməsi idi. Və düz 5 il 1417-ci ilə kimi İbrahim ölənə kimi xərac verir Qara Yusifə. Daha sonra İbrahimdən sonra hakimiyyətə Xəylullah gəlir ki, o xərac verməyə istəmir və Teymuri Şahruxla yaxınlaşır. Teymuri Şahruxun Qaraqoyunlu dövlətinə hücumlarını görəcəyik ki, bu yürüş ərəfəsində 1420-ci ildə Qara Yusif ölür və Şahruq taxta Qara İskəndər çıxır ki, Şahruq 1421-də Alaşkert, 1435-də Təbriz döyüşündə Qaraqoyunları məğlub edir. Daha sonra Şahruqun köməkliyi ilə Cahanşah 1436-cı ildə taxta çıxır. 1436-dan 1467-yə kimi hakimiyyətdə olmuşdu. 1436-dan 1447-yə kimi, yəni Şahruqdan asılı, Teymurilərdən asılı vəziyyətdə dövləti idarə edir. 1447-də Şahruq öləndən sonra 1467-yə kimi müstəqil idarə edir. Daha sonra deyəcəyik ki, Cahanşah atasından fərqli olaraq Şirvanşahlarla dost münasibəti yaradır. Osmanlılarla dost, atası kimi, Ağqoyunlularla da düşmən idi, Qara Yusif kimi. Daha sonra deyəcək ki, hərbi islahat keçirdi Cahanşah, özdə dayaq məqsədi ilə oturaq əhaliyə və iri tacirlərə arxalanırdı. 1458-59-cu ildə Heratı tutur, lakin sülh bağlayıb buradan gedir. Səbəbi də o idi ki, oğlanları Pirbudaq və Sənəlinin üsyan qaldırması idi. 1467-də Muş döyüşündə Ağqoyunlulara məğlub olur. Bundan sonra Cahanşah öldürülür və 1468-də sonuncu hökmdar Həsən Əli Uzun Həsən tərəfindən taxtdan salınır və Qaraqoyunlu dövləti süqut edir. Belə, Qaraqoyunlularla bağlı əsas məqamları sizlərə qeyd etdim.